Demek çalışmaya devam edeyim. Bunu yazdık bu formada. X üstə gələ x kanıtçı, x üstə gələ y kaldı. O bizim düsturumuz. Bunun məxrəci qaldı yerində. Sonra bunu isə məxrəci 1'dir. Bölməyə görə kəsir çevrilir. 1 ilə bu yerini dəyişir. Bu oldu belə. Növbəti bu kəsir hələ ki yerindədir. Axırda yazmışıq. Üçüncü kəsir də burada. Ucu vurublar. İndi diqqət edin. Bunun məxrəci bax, biri buna vuranda məxrəci bu edəcək. Düzdür mü? Bunu ortaq məxrəci götürürəm elə x sıx elə x üstə gəlir. Yəni x kvadrat çıx y kvadrat. Surətdə qaldı bu ifadə. Çıxılsın. Bu məxrəci x üstə gəlir daxil. Bunu vururuq. X sıx y. Bunu öyrəşmişsiniz. Bu tərəfində yazı vurmağa. 2y vururam x'e. 2x'e üste geldi burada. Fikir nasıl yazmış. Üste göre 2x'e 2y vururam y'e üste gel 2y kvadrat. Yok çık 2y kvadrat. Burada manfi. Devam edelim. Çıxılsın. Bu kəsir. X y. Demek belə. Surət x kvadrat üstə gəl y kvadrat. Deməli, yazaq x'in kvadratı üstə gəl x y-dən də bu x y gedir. Qalır yerində 0. Y kvadratından da 2y kvadratını çıxıram, eləyir y kvadrat. Məxrəcə də elə bu düstur, o düstur da bizə x kvadratı aldı. Elə bilim görmürəyim. Fikrim getdi. Vəssalam, cavab elədi 1. Demək belə, burada bunun üzərində mənfi 1 var. Bunlar orta məmərci gətirmək ehtiyac yoxdur. Bu mənfi 1 məxrəzdəkin göndərir yuxarıya. Olur a kökdə 2 vurulsun bu. 1 çıx a'nın kvadratı. Çıx. Bölmə ötərisi öz yerində. Burada da a üstü mənfi 1'dir. Mənfi 1 a'nı göndərir yuxarıya. 2 kökdə 2 a. Buna bağladıq. Vurulsun. Diqqət edin. Bunu 1 böl a kvadratı yazıb 1 üstə gəl 1 böl a kvadratı yazıb uzun uzadı orta məmərcə gətirir. Təzdən bunu buna bölsək uzun çəkir. Bunu rahat həll etməyə yol nədir? Bu surət məxrəcini burada mötərizəyə ehtiyac yoxdur. Surət məxrəcini vururam a üstü 3'ə. A üstü mənfi 3, a üstü 3'ə vuran da üstlər toplanır. Mənfi 3'ün üstünə 3 gəlir, olur a üstü 0. A üstü 0 da elə 1 deməkdir də. Aşağıda. Biri vururam akıbına, elir akıbı. A üstü mənfi 2'nin akıbına vuranda. A üstü mənfi 2'nin vururam akıbına. A üstü mənfi 2 üstə gəl 3. A üstü 1 o da elir a. Demək üstə gəl a. Bu oldu belə. İşimiz rahatdır. Buradan a kökdə 2'nin ortaq vurub götürə bilərəm. A kökdə 2'ni götürsəm qalır burada 1 çıxa kvadrat. Çıx, bu a kökdə 2'ni a kökdə 2'ni götürsəm qalır çıx 2. Vurulsun, 1 bölünsün. Məxrəcdən də a kub üstə gəl a'dan a'nı götürürəm. Çalışmanı həmişə diqqət edin, mümkün qədər ən rahat yolla getmək lazım. Bu məxrəcə deyək 1'dir. Baxın, bu a ilə bu a'nı yola saldım. İşim biraz rahatladı. Surətdə olur, kök atdır 2 vurulsun. Harita, kitabı olur. Deməli, 1'dən 2'ni çıxıram, mənfi 1. Mənfi a kvadrat çıx 1 oldu. Aşağıda da a kvadrat üstə gəl 1. Mötərizəyə ehtiyac yoxdur burada. Hər ikisindən mənfini qarşıya çıxardıram. Məxrəcdə də a kvadrat üstə gəl 1. Bəs salama kvadrat üstə gəl 1'ləri ixtisar yaparsaq, qalır nə? Mənfi kök atdı 2. Yadınızda qalsın. Həmişə yazanda, çox şagird bunu etmir.
Bərabər işarəsi kəsrin biri bərabər xəttin biri kəsrin yuxarısına getmədi, bir aşağısına. Dəftərdə yazanda dəftərdəki xəttin üzərində kəsir çəkin. Demək, bu B çıxır. Bu kökdə B-nin kvadratı deməkdir. X də kökdə X-in kvadratı. Bunu A kvadrat çıx B kvadrat kimi bir dəfə çıxır, bir dəfə toplaya bilərik. Kökdə B çıx kökdə X, kökdə B üstə kökdə X. Aşağıda da kökdə B çıx kökdə X. Bunlar getdi ixtisar. İşimiz rahatlaşdı biraz. Çıx. İndi problem burada gəlir. B üstü 2-də 3. Bu. 2-ci dərəcədən B-nin kubu deməkdir. Bu da 2-ci dərəcədən X-in kubu. Kökün burada məxrəc kökün dərəcəsinə gedir. İkinci dərəcədən kökdə bu da elə adi kök deməkdir də. Bunu A kubu çıx B kubu kimi vururlar. Belə bir düsturumuz var bizim. A çıx B vur. A kvadrat üstə gəl. A üstə gəl B kvadrat. Deyə bunu A kubu çıx B kubu gibi vurgularsa bir dəfə çıxıram. Yəni A çıx kökdə B çıx kökdə X. Vurulsun. A kvadrat. Yəni bunun kvadratı B'dir. Üstə gəl A vur B. Üstə gəl kökdə BX. Üstə gəl bunun kvadratı. Yəni B'nin kvadratı o da X. Məxrəzdəki yenə bu. Bu kökdə B'nin kvadratıdır. Bu da kökdə X'in kvadratı. Bir dəfə çıxıram. Bir dəfə toplayalım deyə. Bu şəkildə alınmayacaq. Mən onu qaytarım yerine bir dənə. B çıx X baxın. Onu B çıx X yazın. Onu aşağıda yazın. B çıx X bərabər kökdə B kvadrat çıx kökdə X kvadrat. Kökdə B çıx kökdə X. Kökdə B çıx kökdə X. Burada da bununla bu gitti. Bir tane bu kaldı. İşte köşte X. Sakit. Sıkılsın mı? Şimdi bunu məxrəzə bir gətireyim. Orta məxrəzə. Bunu vuram buna. Orta məxrəzə gətirəndə. Vuram köşdə B üstünə, köşdə X-ə. Vuranda bunu özünə, elə birbaşa özünün kvadratı ilə. Bunu özünün kvadratı kimi açıq. Elə A üstə gəl B kvadratı üstə. Bunun kvadratı olur B üstə gəl. 2 vur, B vur. Köşdə X. Üstə gəl bunun kvadratı, yəni X. Kvadratı bir dənə yazın. Elə bir köşdə B üstə köşdə X-in kvadratı üstə kimi asılır. Bunu bana burada qoyayım. Ben kvadrat kimi astım yazdım. Çıxılsın kəsiri qabalaraq mənfi. Çıx B. Çıx. Köşdə BX. Çıx X. Mənfi dəyişdi. B-lə B-ni islah aparaq. X-lə X-i. Məxrəc yerində 2 köşdə BX-dən bir köşdə BX çıxıram. Yəni 1 köşdə BX. Məxrəcdə də olur köşdə B üstünə köşdə X. Vəssalam. Demək belə, bu düsturdur. Açıq B-nin kvadrat düsturudur. Kvadrat kökü apardı. Bu birisi də açıq B-nin kvadrat düsturudur. Kvadrat kökü apardı. Üstə gəl 2B böl açıq gəl B. Bu modundan çıxıram. Baxıram A B-dən böyükdürsə deməli kökdən çıxanda elə A çıxısı B-dən olduğu kimi çıxır. Məxrəc oldu elə A üstə gəl B. Sürətli A çıx B. Üstə gəl 2B. B'den B'ni çıxıram eləyib B. Məsələn, A üstə gəl B-nin A üstə gəl B-yə böldük. Eləyib 1. Baxaq. Bu bir çalışma böyükdür. Ama yine yazaqlar. Yəni A kvadrat üstə gəl
Açıq 2. A üstü en üstə gəlir 1 çıx. 3 A üstü. Onu da yandır. Demek burada neyin? Yukarıda vurguları ayırmalıyım aşağıda. Aşağıda A üstü N'e ortak vuruş götürmeye olur. Kalır A üstü 1 çıx üstü, yani A çıx 3. Üstü 1'e ehtiyac yok. Yukarıda vurguları ayırmalıyım. Bakın bu A vurulsun A'dır, A kvadrat. Bu da 1 vur 2'dir. Burada əmsal 1'dir. Elə eləməliyik ki, bu ikisini vuranda mənfi 2 eləsin. Toplayanda buradakı ədədi versin, əmsal 1'i. Deməli, bu mənfi 1 olacaq, müsbət 2 olacaq. Vuranda mənfi 1'i 2'ye vuranda mənfi 2 edir. Toplayanda bunları müsbət 1 edir. Və yazıram, açıq 1, A üstə gəl 2. Sürəti ayrıda vurular. Və ya da ki, o adi çox adlı vurular arması qaydası ilə də işləyə bilərsiniz. Demek bunu yazdık. Vurulsun. Burada ortak mərcə gətirmək məsələsi. Dedim, baxın çalışmaya. Görüm onun üzündən düz köçürmüşəm çalışmam. Hələ ki düz köçürmüşəm. Sürətdə düstur kimi açıb A kvadratı üstə gəlib 4 A üstə gəlib 4 çıx A kvadrat getdi. Aşağıdan 4'ü götürürəm. A kvadrat çıx 1. Çıxılsın 3, 4. Buradan da məxrəcdən A-nı ortaqlıq götürürəm. A-nı açıq. Demək belə. Bunu A üstə gəl 1'ə vurub, məsələn bu açıq 1 A üstə gəl 1'də axı. Bunu məsələn 4'ə, 4 A üstə gəl 1'ə vurub. Bunu da A'ya vurub ortaq mərcə gətirə bilərik, amma işimizi biraz sadələşdirək. Alayım. Bu hissəni hələ ki olduğu kimi saxlayaq. Yuxarıda da artıq bir A üstü 2 qalıb yerində. Vurulsun. Buradan 4'ü çıxardırım, ortaq vuruq. Qalı A üstü gəl 1. Aşağıda 4 vur. Bunu A kvadrat çıx 1'in kvadratı kimi A çıx 1, A üstə gəl 1 kimi yaza bilərik. Bundan bu getdi. Qaldı bunu qıraqda saxlayıb bunu həll eləsəm. Bunu həll edək, sonra arxasında vurarıq gedir. 4 ilə də 4 getdik. Burada qaldı 1 böl açıq 1. A var açıq 1. Məsələn, bunu vururam A'ya, ortaq mərcə nə olur? A var açıq 1 olur. Sürətdə də olur açıq 3. Deməli bunun yerinə yazıram bunu. Bu qaldı yerində. Biraz aşağıdan yazın, yer çatır, məcburam aşağıdan yazmağa. Açıq 1 vur, A üstü gəl 2. Aşağıda A üstü N vur. Açıq 3 vur, bu kəsir. Açıq 1 ilə açıq 1 gelir. Açıq 3 ilə açıq 3 gelir. Yuxarıda qalır A üstü gəl 2. Aşağıda A üstü N vur, A üstü 1. N üstü gəl 1. Məsələn, varianta baxaq. A variant. Demək belə. Bu kəsiri olduğu kimi saxlayaq. 3 çıx x. 2x çıx 3. 9 3'ün kvadratıdır. Bu da 2x'in kvadratı. A kvadrat çıx B kvadrat üçün vurguları ayıram. 3 çıx 2x. 3 üstə gəl 2x. Birisini böyük ehtimalla yiyəcək. Aşağıdan eləyə bilərəm. Aşağıdan da x ortaq vuruş götürə bilərəm. Qalır x kvadrat çıx 6x üstə 8. İndi bölmədə. Bölmədə bu kəsir vurmaya çevriləcək.
Amma kəsir çevriləndə buradan x-i sözsüz ki, orta vuruq götürürəm. x0, x çıxısın 2. İndi bunu necə vuruqdan ayıracaq? Diqqət edin. Bunu bir dənə haşiyə çıxın bıraq da. Burada bu 2x vur x deməkdir. 2x x-ə vuranda 2x kvadrat edir. Bununla məsələn götürürəm 3 vurur, 1 vur 9. Cübə cürüsündən hansı alınsa ondan alarıq. Bunu elə düzəltməliyik ki, bu formada vurup toplayanda bu eləsin. Yəni bunu buna vuranda və bunu buna vuranda cavabları toplayanda bu eləmək. İkisindən biri mənfi. Baxıram ki, məsələn, bunu mənfi götürsən, mənfi 3x üstəgəl 2x vur 3, 6x müsbət 3x eləyəcək. Düz gəlmədi. Demək onda bunu mənfi, bunu müsbət götürmək. Müsbət 3x və 2x-də 3-ə vururam, olur çıx 6x. Hə, indi mənfi 3x elə. Deməli, düz yazdım. Və düzəldəndə çarpaz düzəldirəm, amma yazanda düz yazıram. 2x üstəgəl 3 x çıx 3. İndi videoda ola bilsin, bəzi şagirdlər bunu başa düşməyəcək. Bəziləri daha ənləvi üsulla yazırlar onu. 2x kare çıx 3x çıx 9-u belə yazırlar. Olur 2x kvadrat çıx. Deməli 6x üstəgəl 3x çıx 9. Yəni bu ortadakini elə düzəldirəm ki, ortadakini yazıram. Mənfi 6x üstəgəl 3x kimi. Bundan bu toplananda böyüdən kiçik çıxılır, bu qalır. Və yaxud belə yaza bilərəm. Üstəgəl 3x çıx 6x kimi yazıram. 3x-dən 6x çıxanda mənfi 3x. Bax, buradan x-i çıxardıram, ortaq vuruq. Buradan 3-ü çıxardıram, ortaq vuruq. X vurulsun 2x üstəgəl 3. 3 vurulsun 2x üstəgəl 3. Yenidən 2x üstəgəl 3 ortaq vuruq götürürəm. Qalır x çıx 3. Bacarım bu ilk dəfədən şagird məsələni görür, amma bir neçə dəfə işləyəndən sonra artıq öyrəşirsiniz. Artıq bütün vuruqları ayırmaq, kvadrat şərtləri o formada ayırmaq rahat olur. Demək, bunun yerinə bax, bunun yerinə. Yazıram bunu, yəni orada eyni şey. Yazıram bax, bölmədə də kəsir çevrilir. 2x üstəgəl 3, x çıx 3. Baxaq görək nələr yola sala bilərik. 2x çıx 3 ilə 3 çıx 2x gələndə mənfi 1 qalır yerində. Elə bir ki, baxın, məsələn, 2 çıxılsın 3 ilə 3 çıxılsın 2-ni. 1 böl mənfi 1, o deyir mənfi 1. Yəni ikisindən birinin yerinə mənfi 1 yazarlar. Sonra 2 çıx 3 ilə 3 çıx 2 aparıram, yəni ikisindən birinin yerində mənfi 1 yazıram. Burada da mənfi 1 qalır. Bu mənfi 1 ilə vurulur, müsbət olacaq. Baxaq görək sonra nəyimiz var, işimizi rahatlaşdırmaq üçün. 2x üstəgəl 3 ilə 2x üstəgəl 3 aparıram. Toplananların yerindəki cəm dəyişmir, işarə dəyişmədi. X-la da x-i apardım. Bu belə. Nə qaldı? Hələ onu yazaq, sonrasına baxarıq. Sürətdə bir dənə qaldı. Mənfini vurduq mənfiyə, müsbət. Sürətdə qaldı. X üstəgəl 2. Aşağıda x çıx 2 üzrü sayın. Buradan aralıyor. Aşağıda x kvadrat çıx 6x üstəgəl 8. Yəni bu aşağıdakini vuruqları yerindəcə ayıraq, rahat olsun. Bu üsulla. Bu x vur x-dir, burada 2 vur 4. Əmsal 1 olanda, burada 2 idi əmsal. Əmsal 1 olanda istəsən bu formada vur topla, istəsən bu formada vur topla, yəni bu gəlməlidir. Əmsal birdən fərqli olanda məcburi çarpaz yazaq. Deməli, vuranda 8 eləməlidir, 4 vur 2, 8. 4 üstəgəl 2 mənfi 6 eləməlidir. Eləmir. Onu hər ikisini mənfi götürəm, indi edir. x çıx 2, x çıx 4. Deyim, məxrəcə yazıram. X çıx 2, x çıx 4. Əssalam, bundan burada ixtisar aparıram, 1 bölsün. X çıx 4. Bu da 7-ci çalışma A variantı. Ümumiyyətlə, demək. X eni tenə əvəz edeyim buradan. X eni tenə əvəz edeyim. Olur 2 bölünsün 1 çıx t üstəcə 2 bölü 1 çıx x-dir mənfi.
Bunu göndər məxrəcə də. Elə ki, x mənfi 1 bölü x deməkdir. O da olur 1 bölü t. Bu bir dənə düstur yazılıb, onu yadınızda saxlayarsınız. Deməli 1 bölünsün 1 çıx t üstə gəl 1 bölünsün 1 çıxılsın 1 bölü t və ya t üstü mənfi 1. Bunun cavabı mənfi 1 edir. 2 böl olduğuna görə bunun cavabı olacaq mənfi 2. Bu kəsirdə 2-yə vurulur, bu kəsirdə 2-yə vurulur. Bunun cavabı birbaşa mənfi 2 olacaq. Amma bunu yenə də həll edir, yadınızdan çıxa bilər. Necə həll edir? Bilənlər sözsüz ki, yazacaq cavabı, bilməyənlər gərək bu həlli öyrənsin. 2 bölü 1 çıx t yazıram, sıxılsın. Burada neyini? Bunun sürət məxrəcini vurum t-yə. Həmişə belə olanda çalışın kəsir orta məziyyətini. Sürət məxrəci, buradakı ortaq məxrəcə vurum, bu kəsiri məxrəcdən azad edilir. Və t-nin biri t-yə vuram olur nə? T. 1 bölsün t-ni t-yə vuranda. T-lə gediriksə qalır 1. Yuxarıda da 2t. Olur 2 böl 1 çıx t. Bunu 1 çıx t yazanda mənfi qabağa çıxır. Bu mənfiləri, bu mənfi toxuşub. Düzdür? Çalışma burada üstə gəlir, üzrü sayın. Bu mənfi bunun işarəsini dəyişəcək. Sürətli olacaq 2 çıx 2t. Məxrəcdə olacaq 1 çıxılsın t. Əssalam, sürətdən 2-ni orta vurub çıxardırıq. Dur, bir dəqiqə. Qarışdırdım. Üzüm burada müsbət gəlir, fikrim getdi ha. Cavab müsbət iş. Diqqət eləmədim. Vuruyorum onu. X üstəlik y-ni tapmalıyıq burada. Demək, baxıram, bunu ortaq mərzə gətirə bilərəm. Bunu vuraram y kvadratına, vuraram x kvadratına. Amma hər tərəfin x kvadrat, y kvadratına vura bilərəm də, elə biraz daha rahat olar. Bunu buna vuranda x kvadratlar gələcək, qalacaq y kvadratı. Bunu buna vuranda y kvadratlar ixtisar gələcək, qalacaq 1 vur x kvadrat, o da x kvadrat. Bərabər 5-də 18-də buna vuranda buna. Hər tərəf vurdum axı. Bu da 5-in kvadratı da axı. İşim rahatladı. Demək, bizdən bunu istəyir. Köməkçiyə müraciət edirik. X üstə qədər y kvadrat və bu köməkçi üstə burada. Çıx 2x y. Bərabər 18 vur 5, 90. X y istəyir bizdən. Yox, x y varımızdır 5. X üstə qədər 27, yorğunum. Bu bayaq da adı şeydir. Diqqətsizlikdən səhv elədim. Çıx 2 vur 5. Bu 5'dir də. 10. 90'ın üzerinden 2 vur 5 gəlir, 10 gəlir. 100'də 10'un kvadratı. Demək, x üstə gələ girək. Bərabər. 9'a başqa bir şey nesən? Verib bizə. Yox. Verməyib, şərt verməyib. Şərt verməyibsə o zaman elə ki, x üstə gələ girək bərabərdir. Deməyib də x müsbətdir, yoxsa mənfidir. Müsbət mənfi kökdə 100, yəni 10'un kvadratı. Bu deyil, müsbət mənfi 10. Keçək 10-cu çalışmaya. Böyükdür, nəticəndir. Və burada nə etməliyim? Məsələn, 1 ilə bunu ortaq mərzə gətirirəm deyək. Gətirdim. Sonra 1'i bölürəm buna. Sonra x-dən çıxıram həmin cavabı. Sonra 1 çıx 2'si bölürəm buna. Bu biraz gözü uzun yol. Biraz rahat yolu var. Bunu ayrıca bir dənə eşləyim. Aşağıda. 1 üstə gəl, 1 çıx x böl, 3 üstə gəl x. Bu kəsiri ortaq mərzə gətirməkdənsə, sürət məxrəcdən elə x üstə gəl 3'ə vururam da, yəni 3 üstə gəl x-ə vururam. 1'i vururam buna. Burada x çıxı yazım hələ sonra.
Biri vururam elə buna özü, bu özüdür. X üstəgəl 3. İndi burada biri buna vururam, çox əlli ki, həm bunu vururam buna, həm də bu kəsiri vuracam buna. Yəni bir deyil. Bir vurdum 3 üstəgəl x oldu 3 üstəgəl x. 3 üstəgəl bu kəsir buna vuranda bax. Bununla bu gedir ixtisar, qalır bir dənə 1 çıxır x. 3 üstəgəl 1 çıxır x. Baxın, görün işimiz nə qədər rahatlaşdı. Məxrəc qaldı 4. Bir sığ, x üstəgəl bölünsün 4. Bu cür hesaplamadan herkes istifadə edemem. Bunu həll etməyə rahat yolu budur. Şimdi bunu vuram 4'ə. 4x çıx x çıx 3. Məxrəcdə də var 4. Yuxarıda oldu 3x çıx 3. Şimdi buradan 3'ü orta vurup çıxardardım. Çıxardım, hə, çıxardım yəni. Çünki orası bizə lazım olacaq. Baxdım görüm ora bizə lazımdır, yoxsa lazım deyil. Hə. Bölünsün. 4'te 3, 2 çıx 1. Bu 1 çıx x ilə yerindəcə 2 çıx 1 yazaq, qabağına mənfi çıxardaq. Hə, indi nə olur? 2 çıx 1'lər gedir, burada qalır mənfi 1. Mənfi 1'də 3'ə 4'ə ölürüm. Elə ki, bax, mənfi 1'i bəzən şagird çaşır burada. Yox, 4'də 3'üymüş. Bu böləndə 1'i buna bölür, çevrilir. Elə bil ki, mənfi 1'i bölürəm. 4'də 3, buna bölürəm mənfi 1'i. O da çevrilir olur 3'də 4, 1'də də 3'də 4'ə vuranda. Yəni, baxın, görün, burada işarədə hesablamada səhv etməmişik. Tamam. Məsələn. Bunun məxrəcdən bir yazıb orta mərzə gətirə bilərik. Orta mərzə o kökdə x. Bunu vururam kökdə x-a. Bunu da vururam 1-ə. Kökdə x-a vururam 2x. Çıx 1. Bunu çevirə bilərik, çevirdik deyək. Çevirəndən sonra təzdən bunu vurgulara ayıra bilərik. Baxın, demək kökdə x surətə çıxır. 1 çıx kökdə x. Belə. Bu da bununla mı getdi? X-in özü də kökdə x-in kvadrat çıx 1'in kvadrat deməkdir. Bir dəfə çıxır, bir dəfə toplayıram. Aşağıda 1 çıx kökdə x. Bununla bu gedəndə ikisini qalır yerində mənfi 1. Mənfi kökdə x üstəgəl 1. Mənfi kökdə x. Çıx 1. B variantı. İndi baxaq buna. Bu ifadə verilir. Bizə deyir y-i tap. Burada ortaq mərizə gətirməliyəm hər tərəfi. Və ya hər tərəfi x kvadratı çıx y kvadratına vura bilir. Ortaq mərizə gətirək. Bunu vuram x çıx y-ə, bunu vuram x üstəgəl y-ə. Ortaq mərizə olur, bu vurulsun bu. 1 vur x, x çıx 1 vur y, y üstəgəl 1 vur x üstəgəl 1 vur. Burada y-lər getdi. Baxın, bir də çalışma. Düzündən düz yazmışam. Y böyük şərt də verib bura. Y sıfırdan böyük şərtin verib. Bərabər 9'da 4. Sürətdə qaldı 2x. Məxrəcdə qaldı. Bunu buna vuran elə bu eləyir deyə. Deməli, bu elə 27'dir. Tənasübdə sürətlə sürət, məxrəclə məxrəc eynədə də vurub bölə bilərik. Elə bir bunu ixtisar edir. 27'ni 9'a böləm 3. Bunu da 9'a böləm 1. 2 ilə də 4 aparırım ixtisar. Sürətlə sürət, məxrəclə məxrəc aparmalı ixtisar. Əgər gedirsən. X vur 1. 3 vur 2, 6. İndi y-ə tapaq. X'in yerinə 6 yazırım, onu 6'nın kvadratı.
çıx y kvadrat bərabər 27. Buradan 36 çıx 27'ni keçirirəm, yəni olur 27 bərabər y-in kvadratına. Y kvadrat bərabər 9. Y bərabər müsbət mənfi 3. Müsbət 3'ün kvadratı 9 yer, mənfi 3'ün kvadratı 9 yer. Amma bizə deyir, şərt qoyub buna, müsbət. Deməli, cavabımız y bərabər 3 olacaq. O deyir bizim üçün A variantı. O birlərin bəzilərində variantlar yaddan çıxdı. Demək, A kvadrat çıx B kvadrat düsturumuz var. A çıx B, A üstə gəl B. Yəni belə deyildi, birincinin kvadrat çıx ikincinin kvadrat bərabər. Birinci çıx ikinci. Birinci üstə gəl ikinci. Burada o düstur işə salaq. Birinci budur, ikinci budur. Birinci çıx ikinci, birinci üstə gəl ikinci. A çıxır çıx B, A çıxır üstə gəl B. Diqqətli olun. Burada bu dəyişir işarə, bu dəyişmədi. Burada da 9 3'ün kvadratıdır. A çıx B çıx 3. A çıx B'nin üzərinə gəlir. Belə vur. Burada baxıram, ancaq A-nı ortaqlıq götürə bilərəm. Belə qaldı. Aşağıdan yenə birincinin kvadratı çıx ikincinin kvadratı. Birinci çıx ikinci. Çıxanda ki buradakı kvadrat qalmır deyə bu işarə dəyişir. Üstə gəl sol. Toplayanda isə A üstə gəl, B çıxış yerində qalır. Vur, burada da bir iş görəlim. Daha doğrusu öldüyümüz iş bunu yerində saxlamaq. Deməli A çıx B çıx 3. Bundan getdi. A çıx 3 üstə gəl B yox. Burada 3 mənfidir, burada müsbətdir. 3 mənfi B müsbət. 3 mənfi B müsbət. Bundan bölük. Bax, xəttlərə eyni formada çəkirəm. A çıx B çıx 3'ün oxşarı yoxdur. Demək, belə. Bir dəqiqə mən çalışmaya baxım. Düz dedim, bəlkə hansısa işarəsini səhv yazmışam. Yox, düz yazmışam. Deməli, A-la. Bunlarda 2 dənə xətt çəkim. Getdi ixtisar. Aşağıda qaldı. A vurulsun. Bu vur bu. Elə bunun özünün kvadratıdır. Deməli, A çıx B üstə gəl 3'ün kvadratıdır. Yuxarıda da bu vurulsun bu. A çıx B çıx 3'ün kvadratı oldu. Hara getdi bu? Y variantı. Vəssalam. Demək, bu tənliyi həll eləmək üçün bir böl budur, böyük kəsir budur. Bunu ayrıca həll edeyim qıraqda. 2 çıx, 2 böl, 1 üstə gəl. Bunun işimiz neyini? Bunu bir də orta mərizə gətirməkdənsə, sürət məhrəzini vururam 2'yə. 4 böl. 2'ni 1 vururam 2'yə, 2. X bölü 2'ni 2'ye vuranda 2'lər gedir ixtisar, qalır X. İndi bu 2'nin bunun məxrəzini indi bax bunu yazıb sürət məhrəzi X üstə gəl 2'yə vura bilərik, amma həll edək geçsin. Demək, orta məhrəz olur 2 üstə gəl X, yəni X üstə gəl 2. Bunu da X üstə gəl 2'yə vururam. Bunu vururam buna, bunu vururam belə. 2 vur X, 2X. 2 vur 2, 4. Çıx 4. 4'lər getdi. Yuxarıda qaldı 2x, aşağıda x üstə gəl 2. İndi 1'i bölürəm bax bunun cavabına, yəni bu buna. Bir nöqtə ilə bölüm, işim rahat olsun. Bərabər 1. Məsələn, bölmədə kəsir çevrilir. Olur 1 vurulsun bu, 1 vuraya ehtiyac yoxdur. Bərabər 1. 1'in məxrəzdən tənasib 2x'i 1'ə vururam, 2x. Bunu da buna vururam, x üstə gəl 2. 2x çıx x. Bərabər 2, 2x'dən x çıxıram x. X bərabər 2. Yəni belə yoxlayaq. 2 bölü 2, 1. 1 üstə gəl 1, 2. 2'ni 2'yə bölürəm, 1. 2'dən təzən 1 çıxıram. 1 də 1'ə bölürəm, 1. Tənlik cavabı ödəyir, tənlik. Cavabımız oldu nə? C variantı.
Demək, ədədi 0-dan 1000-125-ə vurmaq, ədədi neçəyə bölmək deməkdir. Bu 0-dan 1000-125, 1000-125 deməkdir. 1000-125 xısa gedir, 8 qalır, x böl 8. Deməli, ədədi 8-ə bölmək deməkdir. 15. Bu oldu C variantı. A mənfidir. Bizə de x, y, z'di müqayisə edin. A-nı yerə məsələn götürəm, bax, mənfi 1. Bunu ədədlə başa düşəndən sonra hərflə başa düşmək rahat olur. Yerinə yazarıq, məsələn, mənfi 1 yazıram. Olur mənfi 5-də 1, mənfi 8-də 1, mənfi 13-də 1 deyil. Saçdı. Hə, yox, baxılmışım. Qətti olun, yenə mexanik səhv eləməyim. Deyək ki, bunlar üçü də müsbətdir. Hələ ki, deyək. Müsbət ədədlərdə sürət eyni olan kəsirlərdə məxrəci kiçik olan böyük olur. Elə 5-də 1 böyükdür 8-də 1-dən, o da böyükdür 13-də 1-dən. Amma bunlar mənfidir axı. Mənfi də tərs olur artıq. Mənfi 5-də 1 kiçikdir mənfi 8-də 1-dən, o da kiçikdir mənfi 13-də 1-dən. Yəni x kiçikdir y, kiçikdir z. A variantı. Hə, bu müsbətçisini buradan. Çünki onda mənə yer lazımdır, ona görə. Onu burada yazın. İndi bunu vurgulara ayırmalıyım. Bu 1 vur 2'dir. Ulan nömrə 7'də 7-ci çalışmada bunu geniş izah elədim. Burada tam geniş deyiləcəm. Bu vurgulara ayırmalar, öyrənmək istəyirlər, yenidən qayıtsınlar həmin nömrə 7-ci çalışmaya. Geniş desinlər. Bir də baxın buna. Nömrə 7-də geniş demişdir bəli. İndi bu 1 vur 2. Vuranda bunu verməlidir, əmsal 1-dirsə. Elə düzəltməliyik ki, bu 1-i 2-yə vuranda bunu verməlidir. Toplayanda mənfi 3 eləməlidir. Toplayanda müsbət 3 deyir, ona görə bunları mənfi götürür. Olur x çıx 1, x çıx 2. Kvadrat da x 2 deyil. X çıx 1, x çıx 2. Əsas məsələn bunu mən, bunu da oxşarım. Nömrə 7 geniş izah eləmişəm. Əmsal 1-dən fərqli olanda deməli bunu 3x vur x kimi yazıram. Bunda məsələn 2 vur 1 yazaq deyək. Baxın bura. Bu formada vurup toplayanda bunu verməli. 3x vur 1, 3x. X vur 2, 2x. 3x ilə 2x toplasaq da çıxsaq da 7x-i bizə vermir heç cür. Ona görə məcbur bundan bunun yerini dəyişim görək nə alınır. 6x, 1x toplayanda 7x, amma hər ikisi mənfi olmalıdır ki, mənfi 6x ilə üstəlik mənfi 1x-i toplayanda mənfi 7x eləsin. Hə, indi alınır. Çarpaz düzəldirik, yazanda düz yazırıq. 3x çıx 1, x çıx 2. Bunun digər variantını da ki, əsas ənənəvi variant. Onu da yenə 7-ci çarpmada izah eləmişəm, keçib baxa bilərsiniz. X çıx 2-lər yola salıram. Yuxarıda qalır x çıx 1, aşağıda 3x çıx 1. Bunun da variantına baxaq. Bu da bizim için olur ne? A variantı. Ve burada ne yapabilirim? Buradan 2'ni ortalık götürebilirim. 2 vur 4 A kvadrat çık B kvadrat. Buradan da 2'ni götürürüm ortalık. Kalır 4 A kvadrat çık 4 AB. Üstəgəl B kvadrat. 2 ile 2'ni göndererek geçsin. Bunu A kvadrat çıx B kvadrat kimi vurgulara ayırıram. Olur. 2A çıx B, 2A üstə gəldi. Aşağı isə bax bu. 2A çıx B'nin kvadratı üstürü. Onun üstürünü o qıraqda ayıracağım. Bunun bir dənəsi ilə bunun bir dənəsi gedir. Bütöv xətt deyək də. Yuxarıda qaldı 2A üstə gəl B. Aşağıda qaldı 2A çıx B. İndi baxaq buna. Bu veri bizə deyir bunu tap. Diqqət edin. Bizim belə bir köməkçi düsturumuz var. A kubur çıx B kubunun düsturu var. A çıx B'nin kuburu çıx
Üstəgəl çarpı üzəri sayın. Üstəgəl 3AB vur. A çıxsın B. A'nın yerində bu dayanır. A kubunun yerində bu dayanır. B kubunun yerində bu dayanır. Bu 2N'in kubudur. Yəni A çıx B kubunu yazanda olur. 2N çıx 1 bölən kubunu. Üstəgəl 3 vur A vur B. Yəni 3 vur A vur B. Vur mötərəzdə A çıx B. Yəni A çıx B. Yəni 2N çıx 1 bölən. Burada bəri başdan n'ləri istifaya göndərək. Bu 6'dır. 6'nın kubu. Üstəgəl 3 vur. 2 vur 1. 3 vur 2 6'dır. Vur təzdən bu. 6. 216 üstəgəl. 36, 40, 52. Böyle variantlara bakalım. B variantıydı. Bayaqki da C variantıydı. Hə? C, B. Demək, bunların məxrəclərini bir yazıb, məsələn, bundan bunu orta məxrəcə gətirə bilərik. Amma baxıram ki, ondan sonra sürət məxrəcini ilk üstə gəlirsə vurum da. Bunu vururam buna və ayrı-ayrılıqda vururam. X'i vururam X'a. X kvadrat. X'i vururam 3'e. Bunu vururam buna. İşte böyle 3x. Sonra 2'ni vururam buna. 2x. 2'ni vururam 3'e 6. Çıx. Bunu buna vuranda. Bak bundan bu gedəcək ixtisar. Qalacaq 12. Aşağıda da yenə. X'i vururam X'a və 3'e. Olur x kvadrat. Üstədə 3x. Sonra çıx. 5'i vururam X'e 5x. 5'i vururam 3'e 15. Üstəgəl bunu buna vuranda x dəqiq üstəgəl gedir ixtisar qalır 16. Qaçaşıb bundan bir ixtisar var mı? Toxunan var burada. Surətdə x'in kvadrat üstəgəl 3x üstəgəl 2x. 5x altdan 12 çıxıram 6. Aşağıda x'in kvadratı 3x'dən 5x çıxıram 2x. Üstəgəl 1. Məxrəc düsturdur. Birbaşa ilə x çıx 1'in kvadrat düsturdur. İndi surətdə. Bu x vur x'dir, 2 vur 3. Vuranda mənfi eləməlidir. Toplayanda müsbət 5 eləməli, etmir. Məsələn, 2 ilə 3'ü toplayanda 5 eləyir, amma 2'ni 3 səfərdə mənfi eləmir. Bunu mənfi də götürsəm alınmır. Vuranda mənfi eləyir, toplayanda mənfi edir və ya bunu da mənfi götürsəm alınmır. Bunlar niyə deyirəm sizə? Yolunu axtarmağı öyrənməlisiniz, əziz şagirdlər. Yolunu axtarmağı. Bax, onlar da alınmır. O zaman yazıram 1 ilə 6'nı. Baxanda sözü görünür ki 1 ilə 6. Vuranda mənfi eləməli, toplayanda müsbət 5. Mənfi 1, müsbət 6. Bax, indi alındı. X çıx 1, x üstəgəl 6. X çıx 1'in bir dənəsi bundan getdi. Yuxarıda qaldı, x üstəgəl 6, aşağıda qaldı. X çıx 1. Hələlik bu qədərdir. D variantı. Hələlik bu qədər əziz şagirdlər, əziz balalar. Yaxşı öyrənin. Sağ olun, Allah amanında.